Saatlı rayonunun Varxan kənd tam orta məktəbi ilə bağlı redaksiyamıza daxil olan video görüntülər ciddi narahatlıq doğurur. Həmin videodan götürülmüş kadrlar göstərir ki, bu təhsil müəssisəsində vəziyyət artıq sadəcə köhnəlik deyil, təhlükə həddinə çatmış baxımsızlıqdır. Görüntülərdə məktəbin daxili koridorları tam yararsız vəziyyətdədir. Döşəmə örtüyü qırılıb, aşınıb və yer-yer çökmələr müşahidə olunur. Divarlar nəm çəkib, su izləri açıq görünür. Bəzi hissələrdə suvaq qoparaq tökülüb. Bu cür şəraitdə şagirdlərin hərəkəti belə risklidir. Sürüşmə, yıxılma və digər xəsarət halları istisna deyil. Videodan əldə edilən kadrlarda qapıların və pəncərələrin də köhnə və istifadəyə yararsız olduğu görünür. Bu isə xüsusilə qış aylarında istilik problemlərini qaçınılmaz edir. Məktəbin xarici görünüşü isə daha acınacaqlıdır. Bina baxımsız, həyət səliqəsiz, ətrafda qurumuş budaqlar və tullantılar diqqət çəkir. Bütün bunlar təhsil ocağından çox tərk edilmiş tikili təsiri bağışlayır. Ən narahat edici məqam isə odur ki, bu şəraitdə yüzlərlə şagird hər gün dərsə davam edir. Təhsil almaq hüququ ilə yanaşı, onların təhlükəsiz və sağlam mühitdə oxumaq haqqı da var. Mövcud vəziyyət isə bu hüquqların kobud şəkildə pozulduğunu göstərir. Bu mənzərə fonunda bir sıra suallar ortaya çıxır. Bu məktəbdə sonuncu dəfə əsaslı təmir nə vaxt aparılıb? Saatlı rayon təhsil sektoru və Elm və Təhsil Nazirliyi bu vəziyyətdən xəbərdardırmı? Əgər xəbərdardırsa, niyə bu qədər müddətdir heç bir tədbir görülmür? Məsələ ilə bağlı aidiyyətli qurumlara sorğu ünvanlanıb. Bakunews.az olaraq bildiririk ki, Varxan kənd məktəbi ilə bağlı vəziyyəti diqqətdə saxlayacağıq və rəsmi qurumların mövqeyini ictimaiyyətə təqdim edəcəyik.